Hər vaxtınız xeyir olsun. 20 min nəfər əhalisi olan rayonda qan plazmasında anti-A və anti-B antiteli olan insanların sayı 3200-dür. Əgər A antigeninə rast gəlmə tezliyi B antigeninə rast gəlmə tezliyindən 2 dəfə çox olarsa, onda bu rayonda insanların neçəsi antigenini daşıyır? Birincisi, eritrositində antigen plazmasında antitel. Birinci qan qrupu, ikinci qan qrupu, üçüncü qan qrupu, dördüncü qan qrupunda eritrositində antigen yoxdur. İkinci qan qrupunda A, üçüncü qan qrupunda B, dördüncü qan qrupunda AB antigenlərinə rast gəlinir. Plazmasında antitel birinci qan qrupunda AB, ikinci qan qrupunda B, üçüncü qan qrupunda A, dördüncü qan qrupunda isə plazmasında antitel rast gəlinmir. Yəni, eyni adlı antigen və eyni adlı antitel eyni qanda rast gəlinə bilməz. Bir-birinin əksi olan antigen və antitelə rast gəlinir. Bizə də şərtdə deyilir ki, əgər A antigenindən rast gəlmə tezliyi B antigeninə rast gəlmə tezliyindən 2 dəfə çox olarsa, onda bu rayonda insanların neçəsi antigenini daşıyır. Və burada da söylüyor ki, plazmasında anti-A və anti-B antiteli olan insanların sayı 3200-dür. Baxırıq ki, plazmasında anti-A və anti-B antiteli olan birinci qan qrupudur. Birinci qan qrupunun geni 0,0 geninə bərabərdir. 0,0 geninin rast gəlinməsi 3200 nəfərə bərabərdir. Ümumi əhalinin sayı isə 20 minə bərabərdir. 3200-ü 20 minə bölməklə biz birinci qan qrupuna malik olan insanların rast gəlmə tezliyini tapırıq. Bərabərdir 0,16-ya. 0,0 geninin hər ikisinin hasili bərabərdir 0,16-ya. Deməli, bir dənə 0 geninin rast gəlməsi 0,4-ə bərabərdir. Biz də bilirik ki, qan qrupu çoxhallililiyə malikdir. 0, A, B genlərinin cəmi həmişə 1-ə bərabər olmalıdır. Əgər 0 geninin rast gəlmə tezliyi 0,4-ə bərabərdirsə, şərtimizi davam edirik. Əgər A antigeninin rast gəlmə tezliyi B antigeninin rast gəlmə tezliyindən 2 dəfə çox olarsa, onda bu rayonda insanlar neçəsi A antigeni daşıyır. Deməli, antigenin rast gəlmə tezliyi B-dən 2 dəfə çoxdur. Əgər B x-dırsa, A-mız 2x-a bərabərdir. Və bu ikisinin cəmi bilirik ki, 0 geni 0,4-dürsə, 1-dən 0,4 çıxdıqda bərabər olur 0,6-ya bərabərdir. 3x bərabərdir 0,6 olar isə x-imiz bərabərdir 0,2-yə. Demək ki, B-nin rast gəlmə tezliyi 0,2, 2x-da x-in yerinə 0,2 qoyduqda isə 0,4-ə bərabərdir A. Tapırıq ki, 0 geninin rast gəlmə tezliyi 0,4-dür. A-nın rast gəlmə tezliyi 0,4-dür. B-nin rast gəlmə tezliyi isə 0,2-yə bərabərdir. Bizə də deyir ki, onda bu rayonda insanların neçəsi A antigenini daşıyır. A antigeni də baxırıq ki, ikinci qan qrupunda rast gəlinir və dördüncü qan qrupunda rast gəlinir. İkinci qan qrupu A ola bilər, A 0 ola bilər. Dördüncü qan qrupu da bildiyimiz kimi AB ola bilər. Heterozigot qan qruplarına bildiyimiz kimi 2 dəfə artıq rast gəlinir. Baxırıq ki, AA, sonra 2 dənə A0 və 2 dənə AB-ni hesablayıb tapacağıq rast gəlmə tezliyini. Baxırıq ki, A-mız 0,4-ə bərabər idi. Vurulsun 0,4 bərabərdir 0,16-ya. 2 dənə A0, A-mız 2 vurulsun 0,4 vurulsun 0,4 bərabərdir 0,32. 2AB-miz isə 2 vurulsun A-mız 0,4, B-miz 0,2 bərabərdir 2 bərabərdir 0,16. Tapdığımız üçünü də toplayaq. 0,16 üstəgəl 0,32 üstəgəl 0,16 bərabərdir 0,64 edər.
Bunu da faizə çevirdikdə 100%-ə vururuq, tapırıq ki 64%. 20 min əhalinin 64%-ni taparıq. 20 minimiz əhali 100%-dirsə, 64% insanların qanında antigenini daşıyır, bərabərdir. İxtisar apardıqda cavabımız 12.800 nəfərə bərabər olacaq. Cavabımız A variantıdır.